Hər kəs salam uşaqlar, necəsiniz? Varlıq ümid edirəm ki, yaxşısınız. Bu gün sizlərlə birlikdə mükəmməl bir video ilə qarşınızdayım. Bugünkü videomuzda uşaqlar, sizlərə oyunda kasmanızı azaldacaq, telefonunuzu sürətləndirəcək və FPS-inizi artırmaq taktiklərini başa salacağam uşaqlar. Videoya keçməzdən əvvəl like atıb abunə olub bildirimlərlə də açsaz sevinərəm uşaqlar. Çöldə şimşək dağıdır buraları, bir yağış falan yağır. İndi görün belə vaxtda video çəkirəm tez bazar, bunu çəkeyim. Deyirəm birdən işıq falan sönər, sos telefonun öz ayarlarından olanı internetsiz də çəkmək olur da. Biz bir də megabayt götürməyim yalandan axşam. Yəni onun dərdindən elə indidən bunu çəkirəm. Hər nəsə uşaqlar. Nə deyəcəydim, çox uzatmayaq uşaqlar. İlk növbədə FPS-inizi artırmaq taktiki. Bax burada endirmə yeri var, görürsüz də oyunun içində endirmələr. Burada uşaqlar hansı bir dənə dərsi kuşanırsınızsa, o dərsizə endirin, qalanını endirməyin. Bir də ola bilər ki, bəzilərinizin telefonda məndəki kimi, yəni dayanmadan hər özü endirir. Yəni orada gözləyin uşaqlar. Hər dəfə yoxlayın. Yəni məsələn 400 megabayt falan qədər yəqin ki özü endirir. Məndə elə idi. Görün nə qədər megabayta qədər endirir. Ondan sonra bax endirdi, qurtardı, dayandırın. Artıq bir də endirilməyəcək. Yəni özü dayanmaq deməyim də, belə hər dəfə endirəndə dayandırın. Bir nöqtədən sonra görərsiniz endirməyə davam eləmir də, özü yenidən endirmir oyundan falan çıxanda, başa düşərsiniz də. Eğitim falan girin, tez-tez yoxlayın. Hə, obşum. Sonra bazarın çox bir şey yükləməyin. Mənə baxsanız bir dənə dərs falandır, görürsünüz 121 megabayt yükləmişəm. Qalan heç bir şey düzdür. Dünən silmişdim elə dedim, görüm FPS-ində falan fərq eləyəcəkmi? Yaxşı olur da belə ən azından oynamaq olur. Hə, ilk taktikimiz buydu, belə ən uzunlarından biri buydu. Keçək ikinci taktikimiz ayarlara giririk. İnşallah buradan qrafiklərə gəlirik. Qrafiklərdə inşallah görürsünüz ultra var. Standart var və akıcı var. Buradan uşaqlar, telefonunuz əgər aşırı, yəni dəhşət qasırsa, yəni köhnə telefondursa, belə deyək də, loğru dildə. Bunu alırsınız uşaqlar akıcıya. Gözləyirəm, məndə bu standartdaydı, bu əla işarəsi. İndi akıcıya düşüb heç nə olmaz. Göz akıcıya alırıq telefonu. Buradan görürsünüz özəl kolleksiyon effektləri. Bunu açın uşaqlar. Az da olsa, yəni necə deyim, FPS-inizi düşürdəcək. Sonra gəlirsiniz yüksək FPS, yəni yüksək, burada FPS yazılır və burada yüksək FPS. Yazıb ki, normal, gelişmiş yüksək. Buradan alırsınız uşaqlar, telefonunuz kasırsa falan, mən indi video falan çox vaxt belə edeyim. İnşallah bax, gördünüz, normalı aldıq. Bura oldu əla. Bura oldu belə, bunları da aşağıdakı ayarlarda falan özünüz baxırsınız da belədir. Sonra bir dənə match için buradan baxmış olacağım başqa. Bir də uşaqlar, hasar göstəricisi var. Yəni bu qırmızı olur, ağ olur. Yəni belə bir şey var. Bunu bacarın sarıda oynayın. Sarıda daha, yəni kasma falan daha az olur deyə düşünürəm. Bunu belə oynayın. Bir də burada kan görməz. Klasik var, koy var, bir də kan görünməsin var. Bunu məncə kan görünməsin eləyin. Nə qədər particle falan azaltsınız, o qədər yəni kasma falan azalacaq. Qalan ayarları da özünüz düzəldə bilərsiniz. Buradan belə tez-tez keçdim. Uşaqlar, sonra baxın başqa, bir də bax uşaqlar, burada oyun özünüz açırsınız da ki, nəsə endirilsin falan, endirilsin deməyim, vuruşlar falan, yəni qəşəng video falan alınsa, paylaşın falan. Əgər elə şeyləriniz yoxdursa, bunu nəxədi bağlayın. Əgər içerik üreticisi deyilsinizsə, yəni bunu bağlayın, YouTube falan, video falan, necə deyim, vuruş falan paylaşmaq istəmirsinizsə, bunu bağlayın. Az da olsa fərq eləyir. Hər neysə, bir də burada uşaqlar, gözləyin, hara getdi o? Grafikdəydi deyəsən. Hə, bax burada uşaqlar, lobbydə jiroskop etkisi var. Bunu da bağlayın, açıq qoymayın. Uşaqlar, oyunun içindən yadımdan çıxmazsa bir belə olmalıydı. Oyunun içindən eləyə bildiyimiz çox bir şey yoxdur. Oyunun içindən bu qədərdir. Sonra telefonumuzun özünün sürətini falan artırmaq taktiklərində birazdan başa salacağım. Keçək o qismına. Uşaqlar, indi gəldik telefonun öz içindən FPS artırmağa, kasma azaltmağa. Uşaqlar, hələ videoya bəyənməyibsizsə, kanala abunə olmayıbsızsa, bildirimlər zində açmayıbsızsa, bunları eləməyi unutmayın uşaqlar. Hə, görürsünüz, telefonu uçaq moduna falan atdım, indi şimşək falan var. Videomu çəkim, ondan sonra onu satacağım interneti. Hər neysə uşaqlar, gəldik uşaqlar ilk növbədə. Bir çoxumuzun bugünkü, yəni Liboy telefonunda deyərəm ki, YouTube var da, yəni elə təşkilə tükdə olmaya bilər. O da özü bəlkə devrə düşüb, bırakıb falan baxmadığı üçün. Gəldik uşaqlar YouTube-a. Əgər YouTube-a çox baxansınızsa, belə gəlirik, basılı saxlayıq YouTube-a. Burada görürsünüz i şəkili var, i yazıb sağ yuxarıda. Bunu indi editdə falan düzəldərəm bir şeylər. Hə, gəldik uşaqlar, bunu oraya basandan sonra belə bir yerə atır sizi. Burada görürsünüz depolama var. Buna bir dəfə tıklayırıq. Görürsünüz. Ön bəllək var burada. 348 megabayt ön bəlləyi var. Mən hələ bu gün məsələn heç elə düzəməlli YouTube falan baxmamışam. Buna gəldik uşaqlar, ön bəlləyi təmizdə var. Sağda bax bu.
Buna bir dəfə basırıq, 348 MB söz silindi. O nə deyir bilirsiniz? YouTube-da aratdırdığınız, yəni lazımsız, yəni baxdığınız videoların lazımsız bir şeylər də, yəni belə başa salın. Veri var. Bu veriyi də çox olanda silə bilərsiniz. Bu da veriyi sildi. Bunu da silsəniz, yəni bu 25 MB olan gedir. Onun üstündə veri yazılır. Bax o silinəcək. Qorxmayın, heç bir şey, Gmailiniz falan getmir. Yəni birdən qorxarsınız ki, Gmailin falan gedəcək, yox getmir. İkinci növbədə gəlir uşaqlar. Bir sonumuzun bugünkü günü telefonumuzda olan TikTok, o məşhur TikTok. Uşaqlar, telefonunuzda TikTok varsa, yəni elə çox baxmırsınızsa belə bunu silin. Bu günü-gündən megabayt apar. Mən elə çox baxan deyiləm TikTok-a. İndi video dərdindən light falan yükləmişəm. Elə bir gün falan yükləmişəm. Bir ya da 2, bəlkə 3 gün falan da yükləmişəm. Bilmirəm. Yəni elə xoşlamıram mən TikTok-u, çünki adamın vaxtını dəhşət aparır. Bir də o qədər belə qəribə videolar var. Yəni insan təmiz həyatdan soyudan videolar da var. Və belə basılı saxlayırıq yenə. Uşaqlar, əgər TikTok-u deyirsinizsə mən silənmirəm. Yəni hər gün baxmalıyam, özümü qəribə hiss edirəm, yenə yükləyəcəm deyirsinizsə, ən azından bu da iyi yazılıb yenə. Bax ona bir dəfə də tıklayırıq. Gəlirik bayaqçı kimi uşaqlar. Depolaması var, heç nəyə baxmıram. Yenə də görürsüz artıb. Uşaqlar, burada görürsüz ön bellək var, veri var. Burada uşaqlar ön belləyi təmizləyə bastıq, 140 MB getdi. Veriyi də təmizləyə bilərsiniz. Amma veriyi təmizləyəndə səhv eləmirəmsə, hesabdan çıxış verir. Yenidən gərək hesaba giriş verərsiniz, ondan sonra onu silməsəz də olar. Yəni əsas ən azından ön belləyini təmizləyin ki, biraz yer boşalsın. Sonra uşaqlar, gördünüz biraz depolanma ilə dediyim kimi zibilləri sildik. İndi gəlik buradan ayarlara girdik, görürsüz. Bu akonduma bir dənə sansür qoyaram. Gəlir aşağı uşaqlar. Yox, aşağı gəlmək bir dənə ekrana girək. Bundan ekrana bir dəfə tıklayırıq. Bunu qaranlıq modda istifadə edə bilərsiniz, aydın modda da. Gözünüz örgəşə bilirsə aydınlıqda istifadə eləsəniz də yaxşıdır. Amma qaranlıq daha az zərət qaparır deyə bilirəm. Hə, uşaqlar, bir də burada görürsüz adaptiv parlaqlıq var, bu. Özü avtomatik sizin necə deyim, işığınızı düzəldir. Bunu uşaqlar bağlayın bu adaptiv parlaqlığı. Bunu qoymayın açıq qalmağa, bu yəni aşağı salır deyə bilirəm. Və bunu gətirirsiniz ortaya uşaqlar, 100% qoymayın heç vaxt. Ortalara bir yerə qoyursunuz. Bir də burada yazı tipi boyutu var. Bunu indi bilmirəm nə qədər dəyişdirər, nə qədər dəyişdirməyə də bilər. Bunu böyüdə bilərsiniz, amma mən ən kiçikdə istifadə edirəm. Gözüm də örgəşibdir. Yəni İstəsəz dəyişdirə bilərsiniz, əgər inanırsınızsa o bir şey eləyə bilər, hər nəysə. Əsas amma bu işığı ortalara 50-yə və ya 70 civarı, 80-ə də qoymayın, 65-70 civarı qoya bilərsiniz uşaqlar. Belə 50-yə falan qoyduq, getdik, buradan çıxırıq. Başqa bir şeylərdə indi gəlirik uşaqlar, aşağıya gəlirik. Burada görürsünüz, gelişdirici seçənəklər var. Əgər Xiaomi falan istifadə edirsinizsə, elə bura ek-ayar falan yazıb da tapa bilərsiniz. Uşaqlar, gəlirik buradan gelişdirici seçənəklərə bir dəfə tıkladıq. Buradan aşağı gəlirik. Ən aşağı gedək hətta. Uşaqlar, deməli, burada gəldik. Qalx. Hara getdik, o görüm bir dənə tapım onu. Bir dəqiqə tez ol. Bura yox, biraz aşağıda olmaydı. Hara getdi? Hə, bax görürsüz. Yazıb ki, arka plan işlem sınırı. Bax buna bir dəfə tıklayırıq uşaqlar. Bu sizdə bilmirəm nədə ola bilər. Çox, yəni ən çox 4 işlem falan da ola bilər. Standart sınırda da ola bilər. Bu nəyə yarayır onu sizə başa salım. Əgər video falan çəkmirsinizsə, free file falan, yəni video falan çəkmirsinizsə, ekran kaydedici istifadə eləmirsinizsə, hər hansı bir oyunun üstündə falan, yəni bir şey eləmirsinizsə, uşaqlar, bunu alırsınız, arka planda işlem yoxa. Buna basanda yəni daha yaxşı, yəni kasma falan az olur, daha yaxşı FPS verir. Yəni hər az da olsa belə şeylərdən eləyə biraz artıra bilərsiniz telefonunuzun sürətini. Əgər yox, deyirsinizsə mən videoda çəkirəm, amma kasmanı yenə də istəmirəm. Bunu alırsınız ən çox bir işləmə. Yəni standarta da ala bilərsiniz. Elə məndə standartda olur, çox bir problem yaratmır. Amma siz yenə də əgər deyirsinizsə telefonum kasır, bunu alırsınız ən çox bir işləmə. Yəni elə ekran kaydedici ilə kayd edəndə falan heç bir şey qorxmayın, olmur. Amma yenə də biraz sürət artır. Sonra birdən gəlirsiniz uşaqlar, əgər telefonunuzda DP açılıbsa, DP-yi məsələn neçəyə qoyaq? DP əgər uşaqlar 600-dürsə, belə məsələn yüksək qoyaq da, bir dənə 600. DP nə qədər yüksəlsə, sizin telefonunuzun işləmcisi, yəni işləmci deyək də, belə bilməyənləriniz olmaz bəlkə də, bilməyənlər üçün də telefonun prosesoru deyim də, beyni. Telefonun işləmcisi, bütün oyunlarınızı falan, zərinizi zibilinizi açan şey işləmcidir. Onu yəni
daha çox gücə salır. DPI nə qədər artırsanız. Bu da ekrandakı DPI, yəni ekrandakı nöqtələrim deyim belə necə lore dillə necə başa salım. DPI informatika falan bilənləriniz olsa yəqin ki başa düşər nə deyim. DPI-ni yəni daha nə qədər bunu yüksək qoysanız ekranda o qədər daha çox PPI mi nə deyim, belə bir şey çox olur. Ona da sürətli olur. Bunu uşaqlar məndən sizə tavsiyə, əgər telefonunuz kasırsa, əgər DPI də açıbsınızsa bunu qoyun. Ən aşağı neçə olursa ona. Məndə ən aşağı 320 olur. Ola axara girdim, ayarlara mı girdim? 320 olur. Bunu da buradan tamam deyək. Vəssalam. 320. Artıq görürsüz nisbətən də daha sürətli olur. Başqa baxım, bir dənə də bir şey var idi. Qrafik sürücüsü nədir? Baxın bəlkə yeni bir şey olar. Bunu yox, toxunmayaq. Bu da yeniləmə hızınızı falan da aça bilərsə, əgər gelişdirici seçənəyini açıbsınızsa buna basanda telefonunuzun neçə Hz olduğunu yəni başa salır, göstərir. İnşallah görürsüz, ən axıra gəldik buradan. Elə bayaqki o qrafikin yanındaydı o da. Özüm aşağı düşdüm. İnşallah gəldik. Hə, burada sistem izləmə var. Buna bir dəfə tıklayırıq. Görürsüz, sistem izləmə. Allah, nə qardım, bunu bax. İnşallah buradan biraz da aşağı düşürsüz. Burada düşdük harada? Hə, bax. GPU başına arabellik boyutu var. Buna bir dəfə tıklayırsınız. Görürsüz, bu Liboy telefonda əgər toxunulmayıbsa 16 deyə bilirəm. Bəlkə 32 də ola bilər, deyəmmərəm. Amma məncə 16 olur. Bunu uşaqlar, əgər orta kasmadarsa falan 32 ala bilərsiniz. Əgər yox, aşırı kasırsa bunu 65-ə də ala bilərsiniz telefonunuzun. Çünki prosesoru daha üstünə daha az yük düşür deyim də, belə başa salın. Bunu 65 GB ilə ala bilsəz, yəni daha sürətli olar deyə düşünürəm. Mən bunu elə 32 alaram. Məndə də 16-da idi, elə 32-yə elədim. Daha sürətli olmaq üçün. Baxım yadından çıxmaz. Bir də uşaqlar oyuna əgər girəndə, yəni oyuna girirsinizsə, gedin bir dənə məsələn bıyırı kasın belə bir şey eləyim. İnşallah telefonunuzun, yəni bir dənə gözlə açım. Və görürsüz işığını heç vaxt fulləyib oyuna girməyin. Əgər telefonunuz kasırsa, gedin bir dənə qaranlıq yerdə falan oturun və belə divlərə çəkin. Çünki işığını nə qədər çox açsaz, bayaqlar ilə adaptiv parlaqlığı da ona görə düzəltdim özüm, yəni ayarlaya bilməyimdən ötəri. Nə qədər aşağı çəksə işığınızı, o qədər telefonunuzun sürəti artacaq. Bir də Game Turbo yerləri var. Onu artıq başa salmayacağım. Onu istəsəz Part 2-də falan Game Turbo, qəşəng Game Turbo falan tapar paylaşa bilərəm. Uşaqlar, bu videodan bu qədər idi. Artıq nə deyim, bir başqa videoda görüşmək üzrə. Əgər bu videoya neçə deyim, yaxşı ürək istəyən bir 100 like falan gəlsə uşaqlar, bunun normal proqram falan tapalam. Game Turbo proqramı, telefon hafıza silmə proqramlarını falan tapar. Yine sürətləndirməyə nələr var, yəni nələr vasitəsilə sürətləndirə bilərik, onu tapar sizlərə yenə sunaram, göstərərəm. Kanala abunə olmayıbsa abunə olmağını unutmayın. Yəni gedib nə qədər araşdırıb tapmışam bunları. Hər nəsə uşaqlar, inşallah kasanların telefonu ən azından bir 10% belə azaltsaq nə yaxşıdır. Hər nəsə uşaqlar, bu videodan bu qədər idi. Bir sonraki videoda görüşmək üzrə. Özünüzə yaxşı baxın, sağ olun, salamat qalın.